Görüşərik. A special welcome to our Flying Blue members. Berlin şəhəri Martın 23 bizə bu şəhərdə kəşf edir. Mağazası Poundland, Action mağazası. Tezdən. Gəmilər artıq bir növ şəhərin içindədir. Aberdeen Dənizçilik Muzeyi və Balıqçılıq Sənayesi Muzeyi idi. Muzey açıqdır, gedib oranı kəşf edirik. 1850-ci illər, 57-ci il aid olan gəmidir. Bu da onun pərindən bir nümunəsi. Çox böyük həqiqətən. Astıyıb amma hələ muzeydə istifadə olunur. İngiltərənin ən xoşladığım hallarından biri oldu ki, muzeylər demək olar bir çoxu pulsuzdur. Bu muzeydə pulsuzdur. Kim istəsə gələ bilər. Bu isə mayak necə işləyir? Onun bir növ nümunəsini düzəldibdilər. 200-dən çox deyir. Şotlandiyada belə mayak mövcuddur. Bu hissə demək olar ki, ancaq gəmilərin xilas etmə işləri ilə əlaqəli olan alətlər. Xilas etməz jaketi. Mesela bayaqki mayakın üst hissədən görünüşüdür. Mitsubishi tərəfindən 98-ci ildə müzeyə hədiyyə verilib. Samuraylara göstərir. Bunlar isə hansılar ki, Aberdeendə tikilmiş gəmilərin maketləridir. Bunlar haqqında məlumatlardır. Aberdeen bilməyənlər üçün burada yerləşir bu hissədə. Şotlandiyanın ərazisidir. İngiltərə bu hissədə, Wales və Şotlandiyada bu hissədə. Bu isə platforma və onun ayağını göstərir. Videoda nə dərəcədə düşür bilmirəm. Monsinton platformasının nümunəsini düzəldibdilər. Hansı ki 156 metr dərinliyi var sudan. Bu jacket deyirlər, ingilis ayaqlarıdır. Bu deşik hissələr pile deyirlər. Bunlarla hansılar ki böyük bir pile'ları suya indirirlər. Suyun dibinə bərkidirlər. Və platformanın ayaqları bir növ suda bərkidildikdən sonra platformanın üzərinə gətirib top sayt deyirlər. Onu gətirib qoyurlar. Bu platforma bir şəkildə istismara verilir. Bu isə dünyanın ən dərin neft quyusu haqqında məlumat. 1236 metr. Hansı ki Rusiyadadır. Z44 çay və oil field. Bu isə North Sea-dəki, Şimal dənizindəki hansı dərinliklərdə quyular var.
Bu isə həmin bu platform haqqında məlumat. 256-54 metr hündürlüyü var ümumilikdə. Amma dəniz səviyyəsində 156 metr. Dəniz səviyyəsinin dərinliyi 156 metr. Bu isə neft çıxartma haqqındadır. Sırf neft qaz sahəsi necə baş verir? Bunlar qazma baltalardır. Sarıçqalı baltalar deyirlər Azərbaycanca. Bu isə almazlı balta sayılır. Bunlar. Neft hasilatlarını falan görsədirlər. Şimal mənzilindəki neft hasilatlar hal-hazırda isə aktiv neft çıxarılan ərazidir. Ona görə də Aberdin İngiltərənin neft sahəsi üzrə inkişaf etmiş ərazisidir. Bu isə helikopter dekinin bir növ nümunəsidir. Şimal dənizine, şimala yol. Bu isə artıq videoda Şimal dənizi Aberdinin nə dərəcədə Aberdin limanının əhəmiyyətini bəhs edir. Bununla gözəl mənzərəli muzeyin içindən birbaşa Aberdin portuna muzeyin içidir. Bayaqçı neft platformasının artıq üzərindəyik. 3 kran, helikopter deki var. 1, 2, 3 kran var. İkisi əsassız servis eləyir. Normalda ortadakı isə drilling üçündür, qazma üçündür, qazma əməliyyatları üçündür. Bu isə qazma vışqasıdır. Azərbaycanca indi rusca. Bu isə daha çox flaring gedir, şam Azərbaycanca. Bu isə ayaqlarıdır, görünə boyda ayaq olur. Bu isə neftin əhəmiyyəti. Burada isə dəniz həyatından bəhs edən maketlər də var. Platformada bir başqa platforma. Platformada necə yatırlar insanlar? Bu şəkildə. Kran isə qaldırır 10 fitlik konteyneri. Bu separasiya qurğulardır. Bu isə daha çox, bu hissə normalda qazma üçündür. Bu hissədə. Sonra bu hissə yaşayış blokudur. Bu hissə yaşayış blokudur. Bu isə ilkin separasiya və kranlar isə burada artıq dənizdən, gəmidən yükü götürüb o hissəyə endirirlər. Normalda 10 fit və 20 fit konteynerlərini. Bu isə insanların çatdırılmasıdır. Vertolyotlar vasitəsilə bu hissə artıq necə təxliyə planında təxliyə yerinə yetirir. Gəmilərlə bu xırda lifeboat deyirlər. Bu hissədə isə insanların təxliyəsinin digər vasitəsidir. Bu lifeboatdan əlavə və həmin o xilasedici qayıqlardan əlavə burada bir kapsullar da olur. Normalda bunu David Crane deyirlər. Onunla endirib sonra isə insanlar xilas olurlar. Bu hissə isə, burada göstərilən bu qurğu, bu isə daha çox qaz turbin generatoruna oxşuyur, hansı ki bütün elektrik hissəsi buradan gəlir. Gördüyünüz bu hissələr, burada gördüyünüz bu hissələr isə borular, hansı bu qazma quyuları. İndi gəldik platformanın bir hissəsinin axırıncı hissəsi deyə. Bu
gördüyünüz bu xəttlər isə bunlar isə bu Azərbaycanca onun adını tam bilmirəm, amma bunkering station deyirlər. Yəni bütün bu platformaya lazım olacaq yanacaqlar, platformadan atılacaq hər hansı bir maddələr hamısı bunun vasitəsilə gəmiyə, gəmidən platformadan gəmiyə ya da tərsinə, gəmidən platformaya daşınır. Bu hoslar vasitəsilə, hos rel deyirlər bu Azərbaycanca şnaklar vasitəsilə. Amma bu hissə isə sualtı əməliyyatlar üçün skafandırlar. Azərbaycanca skafandrardır. Bu isə sualtı robotdur. Bütün bu aerobi gedirədir. Suyun altındakı əməliyyatların hamısını bunun vasitəsilə eləyirlər. Daha çox insan əməyi və insanın çətinliklə ulaşdığı yerlərə tüklərilmiş. Geri dönüş var. Gedək evə. Hələlik.